Salam, bugünkü dərsimiz olacaq 8-ci sinif biologiyadan 7.3 bitkilər aləminin təsnifatı. Bildiyiniz kimi, yer kürəsində yaşayan bitkiləri öyrənmək üçün də sistematika elmi məşğul olur. Bunun üçün sistematika elmi bitkilərə aid olan sistematik kateqoriyalardan istifadə edir. Müasir təsnifat metodları biologiyada hansı yeni imkanlar yaradır? Bildiyiniz kimi, müasir təsnifat metodları genetika elminin inkişafına və irsi xüsusiyyətlərin öyrənilməsinə yönələn sahələrdir ki, son zamanlar bunlar daha çox inkişaf edib deyimlə canlı orqanizmin təsnifatda yerləşmə yerini dəqiq müəyyən etməyə imkan verir. Bitkilərin təsnifatı üçün hansı meyarlar daha vacibdir? Xarici əlamət, mühit, yoxsa irsi xüsusiyyətlər. Bildiyiniz kimi, bitkilərin təsnifatında bu meyarların hamısı özünə məxsus yerə malikdir. Bildiyiniz kimi, xarici görünüşünə görə bitkilərin çəhli bitkiyə və yaxud da ki, çılpaq toxumlara və yaxud da ki, mamırlara, qıcılara aid olmasını asanlıqla müəyyən etmək olur. Mühit də onların yaşadığı mühitə görə fərqlənir. Bildiyiniz kimi, yosunlar su mühitində yaşayır və yaxud da ki, nəm torpaqlarda ola bilərlər və bununla yanaşı quru mühitdə yaşayan bitkilərdə bildiyiniz kimi, çəhli bitkilər və çılpaq toxumlar quru mühitində yaşayır. Adətən, qıcılar və mamırlar rütubətli yerlərdə yaşayırlar. İrsi xüsusiyyətlərinə görə də onlar fərqlənir. Ona görə də bunları öyrənmək üçün həm xarici əlamətlər, həm mühit, yaşadıqları mühit, həm də irsi xüsusiyyətləri bilmək vacibdir. Bitkilərin təsnifatını biologiya elminin sistematika sahəsi məşğul olur. Bildiyiniz kimi, burada da ən böyük aləm, ən kiçik isə növ hesab olunur. Burada da növləri adlandırmaq üçün ikili ad prinsipindən istifadə olunur. Müasir dövrdə biologiyanın genetika və molekulyar biologiya sahələrinin sürətli inkişaf metodları böyük inqilab yaratmışdır bu orqanizmlərin öyrənilməsi sahəsində. Burada verilib də açar söz olaraq borusuz bitkilər və borlu bitkilər. Bunun haqqında dərsin gedişatında izahat verəcəyəm. Adətən borusuz bitkilər olaraq yosun və mamırlara aid eləyirlər. Qıcılar, çılpaq toxumlar, örtülü toxumlar isə borlu bitkilərə aid olunur. Fəaliyyətə baxaq. Fəaliyyətdə müxtəlif bitki qruplarının müqayisəsi, işin gedişi soruşulur. Burada soruşulur bitkilərin həyat dövriyyəsinə, bitkilərin həyat dövriyyəsinə yazı düşdü bura. Diqqətlə baxın, dövriyyə ardıcıllığını şərh edin. Bildiyiniz kimi, dövriyyə ardıcıllığı olaraq ziqotdan başlayırıq. Bax, bu ziqotun əmələ gəlməsi və ondan sonraki mərhələlər əsas götürülür. Ta yetkin fərdin yaranmasına qədər olan mərhələlər ardıcıl olaraq götürülür. Bunun üçün həyat dövriyyəsi olaraq ziqot, ziqotdan sonra spor və bildiyiniz kimi mamırlar sporla çoxalır, sporların əmələ gəlməsi, inkişaf etməsi, proteinemanın əmələ gəlməsi spordan və nəhayət yetkin bitkilərin əmələ gəlməsinə qədər olan müddət mamırlar üçün həyat dövriyyəsi hesab oluna bilər. Və yaxud qıcılarda bildiyiniz kimi, yenə də ziqotun yaranması, bildiyiniz kimi, həyat dövriyyəsi ziqotun yaranmasından başlayır və ondan sonraki mərhələlər götürülür. Bu proses deməli, yeni bitkinin yaranmasına qədər olan müddəti əhatə edir. Qıcılarda, mamırlarda bildiyiniz kimi nəsil növbələşməsi var. Cinsi və qeyri-cinsi nəsillər bir-birini əvəz etmiş olur. Çılpaq toxumlu bitkilərə gəlincə, yenə də bunlarda gördüyünüz kimi, bitkinin üzərində qırmızımtıl rəngli dişi qozalar, bunlarda yumurta hüceyrə, sarı qozalarda isə spermlər formalaşır, əmələ gəlir. Bunların birləşməsi ziqotu yaradır. Dişi qozaların içərisində toxumun yetişməsi həyata keçirilir. Toxum yetişdikdən sonra səpələnir və ondan yeni bitki inkişaf edir əlverişli şərait olduqda.
Bu da onun həyat dövriyəsi adlandırıla bilər. Və yaxud biz çiçəkli biçini deyiriksə, çiçəkli biçilərdə də gördüyünüz kimi iç qat mayalanma prosesinin getməsi və sonra meyvə, toxumun inkişaf eləməsi, toxum əlverişli şəraitə düşəndə düzəlməsi və nəhayət yetkin fərdin inkişaf eləməsinə qədər olan müddət onun həyat dövriyəsini təşkil etmiş olur. İkinci bizdən soruşulur. Bitkilərin təklif olunan meyarlara uyğun xüsusiyyətlərini cədvəldə yazın, müqayisə edin. Bitki olaraq mən götürmüşəm örtülü toxumlu, çılpaq toxumlu, qıcı kimi, mamır, yosun. Çiçəklərin və meyvələrin mövcudluğu bildiyiniz kimi çiçək və meyvəyə mövcud olan yalnız örtülü toxumlu bitkidir. Üstəgəl işarəsi ilə qeyd etmişəm. Çoxalması soruşulur. Bildiyiniz kimi toxumla çoxalırlar. Örtülü toxumlu bitkilər, düzdür, vegetativ çoxalma var. O soruşulmadığına görə, burada yalnız toxumla çoxalma verildiyinə görə onu qeyd eləmişəm. Toxumaların və orqanların mövcudluğuna görə bildiyiniz kimi onlarda həm vegetativ orqanlar, həm də generativ orqanlar mövcuddur. Vegetativ orqan olaraq kök, gövdə, yarpaq, generativ olaraq çiçək, meyvə, toxum hesab olunur. Çılpaq toxumlu bitkilərə gəlincə bunların çiçək və meyvələri olmadığına görə çıx işarəsi qoymuşam. Çoxalması toxumlar vasitəsiyləndir. Orqanlarına gəlincə toxuma və orqanları mövcuddur. Vegetativ orqan olaraq kök, gövdə, yarpaq, generativ orqan olaraq qoza və toxumu götürmək olar. Qışkimlərə gəlincə bunlarda da çiçək, meyvə yoxdur. Çoxalması sporlar vasitəsilə həyata keçirilir. Vegetativ orqanlar kök, gövdə, yarpaqdır. Generativ orqanlar arxiqon isə və antridi hesab olunur. Mamıra gəlincə, mamırlarda da yenə çiçəklərin və meyvələrin mövcudluğu yoxdur, sporlarla çoxalır. Gövdə və yarpaq onların vegetativ orqanlarıdır. Arxiqon, antridi isə generativ orqanları hesab olunur. Yosunlarda isə bildiyiniz kimi, deməli, çiçək və meyvənin mövcudluğu yoxdur, sporlarla çoxalırlar. Toxuma və orqanların mövcudluğuna görə gəlincə, onlarda toxuma və orqanlar da yoxdur. Üçüncü soruşulur, bitkiləri müəyyən əlamətlərə görə qruplaşdırın, fikrinizi əsaslandırın. Biz bunları qruplaşdıranda bildiyiniz kimi yosunlar ibtidai sporlu bitkilərə aiddir. Mamırdır, qıcıdır, bunlar ali sporlu bitki hesab olunur. Çılpaq toxumlar, örtülü toxumlar isə toxumlu bitkilər hesab olunur. Belə qruplaşdırmaq məncə daha məqsədə uyğun hesab oluna bilər. Burada müzakirə edin. Bu bitkilərin oxşar və fərqli cəhətləri nədir? Oxşar cəhətləri onların avtotrof olmaları, ekariot olmaları. Fərqli cəhətlərinə gəlincə isə çoxalma xüsusiyyətlərində nəsil növbələşməsinin baş verməsi və yaxud da ki, su mühiti ilə çoxalmanın əlaqəsinin olub-olmaması, yəni ali, ibtidai və toxumlu bitkilər kimi qruplaşdırıla bilər. Onların hansı xüsusiyyətlərinə görə, deməli, ikinci deyir ki, onları hansı xüsusiyyətlərinə görə qruplaşdırdınız? Mən qruplaşdırdım bunları ibtidai sporlu bitki, ali sporlu bitki və toxumlu bitki olaraq qruplaşdırdım. Deməli, üçüncü soruşulur, sizcə təsnifatı üçün hansı əlamətlər daha əsasdır? Bildiyiniz kimi, əsas əlamətlər onları qruplaşdırdığımız kimi ibtidai ali sporlu bitkilər olaraq qruplaşdırmağımız və şöbə, təsnifat vahidi olaraq hansı şöbəyə aid olmasını qeyd eləməyə əsas götürmək məncə məqsədə uyğun hesab oluna bilər. Burada deməli, baxırıq burada görək sonra deməli, bildiyiniz kimi bitkilərin oxşar və fərqli cəhətlərini öyrənmək, onları müəyyən sistem daxilində qruplaşdırmaq çox vacibdir. Bu təkcə elmi maraq üçün deyil, həm də praktik ehtiyacları üçün əsas daşıyır. Bildiyiniz kimi, təsnifat vahidi olaraq ən böyüyü aləm, ən kiçiyi isə növ hesab olunur bitkilər aləmində də. Bitkilərin sistematik kateqoriyalarının, onların irsə əlamətlərini öyrənməyə, müxtəlif növlər arasında oxşar və fərqli cəhətləri müəyyən etməyə deməli, əsas verir. Bildiyiniz kimi, qeyd elədik, bunlar hamısı əsasən avtotrofdular.
yəni avtotrofdular, eukaryotdular və bununla yanaşı fotosintez prosesi gedir bu bitkilərin hamısında və fotosintez prosesində əmələ gələn ehtiyat qida maddəsi onların hamısı üçün ümumi əlamət ola bilər. Bax, burada gördüyünüz kimi, deməli, burada bitkilər haqqında məlumat verilibdir. Ən əvvəl yaranan bitkilər gördüyünüz kimi yosunlar hesab olunur. Yosunlar qeyd elədik ki, orqanlar sisteminə malik deyirlər. Onlarda ixtisaslaşma, deməli, hüceyrələr arasında ixtisaslaşma baş verməyibdir. Osmos yolu ilə yaşadığı mühitdən qida maddələrini əldə etmiş olurlar. Onlarda mexaniki toxuma da yoxdur. Onların bax düz belə yuxarıya doğru yerləşməsi adətən su molekulalarının sıx olması ilə əlaqədardır ki, onlar əyilmirlər, suyun içərisində düz istiqamətlərini saxlaya bilirlər və onlar yaşadığı mühitdən qeyd elədik ki, özlərinə lazım olan qida maddələrini bədən səthi ilə əldə etmiş olurlar. Ona görə də bunlara həm də biz borusuz bitkilər deyə bilərik. Borusuz bitkilərə həm də mamırlara aid eləyə bilərik. Borunun olmaması, ötürücü toxumağın olmaması bunların çox geniş yayılmasına imkan vermir. Həm də bədən ölçüləri, yəni kiçik ölçülü olurlar. Çünki qida maddələrini çox əldə eləyə bilmədiklərinə görə. Borlu bitkilərə gəlincə bunlara aiddir. Borlu bitkilərə aiddir. Deməli, plaundur, qatır quyruğudur, qıcıdır. Borlu bitkilər hesab olunur. Həmçinin örtülü toxumlardır, çılpaq toxumlardır. Bunlar da bildiyiniz kimi boruya malikdirlər. Adətən yaşadığı mühiti daha geniş edir. Yəni quru mühitdə onların yaşaması üçün əlverişli şərait yaradır. Torpaqdan özləri üçün lazım olan su və suda həll olmuş mineral duzları ötürücü toxumağın köməyi ilə ala bilirlər, əldə edirlər və s. Bildiyiniz kimi toxumlu bitkiyə gəlincə çılpaq toxumlar və örtülü toxumlar götürülür şöbə olaraq və onu da bilirik ki, örtülü toxumlular iki sinifə bölünür. Biri iki ləpəlilər sinifidir, bir də bir ləpəlilər sinifi. O da rüşeymdə ləpənin sayının miqdarına uyğun olaraq əldə olunur. Yəni bir ləpə varsa bir ləpəllərə, rüşeymində iki ləpə varsa iki ləpəllərə aid etmək olar. Deməli, baxırıq bura. Şöbə olaraq örtülü toxumlar şöbəsi verilibdir. Dedik, iki sinifə ayrılır. Bir ləpəllər sinifi, iki ləpəllər sinifi. Bir ləpəllər sinifi növbəti olaraq fəsilə götürülə bilər. Qırtıc kimlər, zambaq kimlər, cins olaraq götürülə bilər. Misal üçün, yulaf cinsi, əkin yulafı və adi yulafça, bu isə növün adı hesab olunur. İki ləpəllər sinifinə gəlincə öz növbəsində bunlar da fəsilələrə ayrılır. Məsələn, paxlallar fəsiləsi, xaççəklər fəsiləsi. Burada paxlallar fəsiləsini sonra cins olaraq noxud və yonca cinsləri və ona aid olaraq üç yarpaq yonca və ağ yonca kimi növlərin adları qeyd olunubdur. Bundan başqa bildiyiniz kimi Azərbaycanın ərazisində endemik bitkilər də mövcuddur. Məsələn, Qarabağda palıdların biomüxtəlifliyinə gəlincə, orada müxtəlif palıd növləri məskunlaşır. Şərq palıdını, qırmızı palıdı, araz palıdını, zozaplaq palıdı, buna misal göstərmək olar. Araz palıdı hazırda Azərbaycanın qırmızı kitabına daxil edilmişdir. Düşün, müzakirə et, paylaşda soruşulur. Bitkilərin təsnifatında hansı yanaşma daha effektiv hesab olunur? Deməli, xaricə əlamətlərə əsaslanan ənənəvi metodlar yoxsa irsi xüsusiyyətlərinin öyrənilməsi? Cavabınızı əsaslandırın. Bildiyiniz kimi, ənənəvi metodlar prosesin gedişatını sürətləndirir. Yeni irsiyyətin öyrənilməsinin xüsusiyyətinə daxil olan metodlar isə onun dəqiq yerini müəyyən etməyə əsas verir. Onun üçün də bunun ikisindən də istifadə etməsi daha məqsədə uyğun hesab olunur. Bu qədər, sağ olun, qalanların növbəti dərs.